Mən Əlizadə Eldum, Prime Cotton şirkətinin Bərdəfliyan gənc aqronomu. Kənd təsərrüfatında innovativ üsullara keçid, pambıqçılıqda geniş istifadə olunur. Hazırda əkin üsullarından olan trə pambıqçılıqda geniş maraqlara səbəb olmuşdur. Qarşısında dayandığımız pambıq sahəsində fizioloji yetişkənlik dövrünə çatmış və trə üsulu ilə becərilmiş pambıq sahəsidir. Trə üsulu hazırlanacaq sahədə əsasən iqlim və torpaq tipləri əsas rol oynayır. Torpaq tiplərindən qumsal, qumlu gillicə, yüngül gillicə və qumsal gillicə torpaqlardan daha çox istifadə olunur. Trə üsullarının bir sıra müsbət cəhətləri vardır ki, onlar da məhsuldarlığın artımına, bitiş faizinin daha artmasına və aqrotexniki işlərin isə asanlaşmasına gətirib çıxartmışdır.